Allahın 99 ismi və anlamı. Allah Cənab-ı Haqqın özəl adıdır. Rəhman, dünyaya, hamıya rəhm edən, acıyan. Rəhim, axirətdə möminlərə rəhmət edən. Məlik, mülkü davamlı olan. Quddus, hər eyb və qüsurlardan uzaq. Səlam, salamətlik verən. Mumin, əmin-amanlıq verən. Muheymin, həmişəlik hamıya himayəlik edən. Əziz, məğlubiyyət bilməyən güclü və tək qalib. Cəbbar, hər yerə hökm edən. Mütəkəbbir, böyüklükdə bənzəri olmayan. Xaliq, yoxdan var edən. Bari, hər şeyin aza və cihazını bir-birinə uyğun yaradan. Musavir, bütün varlıqlara surət verən. Qaffar, günahları bağışlayan. Qahhar,